Yoldaşlar, mətbəx işi var. Mətbəx işi var. İşin mahiyyətindən bəhs etmək istəyirəm. İşin adı adlanır ki, hava limanı biznes zallarında növbətçi işidir. Amma vəzifə öhdəliklərindən bəhs etmək istəyirəm sizə. Qida məhsullarının və qəlyanantıların servis üçün hazırlanması, meyvələrin doğranması, yuyulması işidir. İstifadə edilmiş qabların masalardan yığışdırılması, mətbəxə ötürülməsi və zərurət olarsa mətbəx köməkçisinə yuyulmasında kömək edilməsi işidir. Menulardakı qida məhsulları və içkiləri vitrində və zaldakı soyuducuda səliqəli şəkildə yerləşdirmək işidir. Zalda olan mebel və avadanlıqlardan sərnişinlərin düzgün istifadəsinə nəzarət edilməsidir. Biznes zallarda olan sərnişinlərə xidmət göstərilməsi və sərnişinlər üçün rahat, mühitin yaradılması işidir. Bu, yoldaşlar, Heydər Beynəlxalq Aeroportunda olan bir işdir. 900 manat civarında olan bir işdir. 2 növbəlidir, 8-dən 8-ə qədərdir. Nəqliyyat ilə də təmin olunursunuz, yəni iş yerinə servisləri var, belə deyim. 20-39 yaşlı bir xanım olmalısınız, orta təhsilli olmalısınız, müştərilərlə ünsiyyətdə gülərüz olmalısınız. Rus və ingilis dilini A2 səviyyəsində bilməlisiniz. Bu da deməkdir ki, yəni belə dildə başlanğıc səviyyəsində təxminən bilməlisiniz. Bu iki dillə başlanğıc səviyyəsində bilirsinizsə, o yaş aralığındasınızsa, gecə növbəsində də işləməyə hazırsınızsa, çünki bu 8-dən 8-ədir yoldaşlar, 2 növbəsi var. Bu işə müraciət edə bilərsiniz. Bu işə bilirsiniz kimlərin müraciət etməyə daha məqsədə uyğun olar, onlara sərf eləyər. Çünki əmək haqqısı o qədər də güclü deyil. Kimlər ki, amma inkişaf cəhətdən sizə töhfə verə bilər, həmin yerdəki, belə deyim də, kontingentdən olan münasibətiniz nəticəsində. Həmçinin də siz əgər daha doğrusu o aeroporta tərəf yaşayırsınızsa sizə sərf edə bilər bu işə adətən. Çünki gecə növbəsidir, xanım olmalısınız, baxmayaraq ki, servisdən aparıb gətirirlər, amma yəni belə bir çətin məqamları da var. Bunu da göz önündə tutmanızı tövsiyə edirəm. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızın səsini çəkirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.